Salam xanımlar. Sizə yeni modellərimi təqdim eləmək istəyirəm. Burada müxtəlif dəstlər var. Bunları istəyirəm təqdim eləyim. Bu dəstlərin hər biri təbii çay mirvarilərindən hazırlanıbdır və əlavə elementlər olaraq da sodalit daşından istifadə eləmişəm. Buna qara qarağat dəsti deyirdik. Bax, belə gözəl sırğaları var. Gözəl elementlər də qoymuşam ona. Hematit daşından və belə qaralmayan materiallar da istifadə eləmişəm. Hər birinə çox böyük işçilik vermişəm. Qolbağına baxın, necə gözəldir. Qolbağının üstündəki elə bu elementlər ona belə şıkır-şıkır, belə gözəl, çox gözəl dəstir. Qolda da çox gözəl durur. Və bir də onun sepi də var. Sepində də yenə də hər biri təbii daşlar, təbii mirvari. Bax, belənçi bir klondan istifadə eləmişəm, mələk klonu. Bax, bu bir dəstimiz. İnanın ki, kamera onu ötürmür də, o gözəlliyi ötürmür. Kamerada biraz daha fərqli görsənir, amma ki, əldə görsəz çox gözəldir. Belə bundan, yəni istəsəz belə bir sırğalarım var. Onunla da dəstləşdirə bilərsiniz. Düzdür, bunlar ağdır. Ağ materialdan, gümüşü materialdan istifadə eləmişəm. Amma bunlar qızılı materiallardır. Amma bilirsiniz, indi ağla qızılını da çox qarışdırırlar. İstəsəz, yəni bunlar da çox gözəldirlər. Həm də bunlar tərpənir qulaqda. O qədər qəşəngdir ki, çox gözəldirlər. Çox belə şirin modeldir bu. Və belə bir burada da dəstim var. Üzüm salxımı dəstidir bu. Bu dəstin də üzüyünü göstərmək istəyirəm. Bax, bu üzükdür. Bu sırğalarıdır. Üzüm salxımı. Yəni, buradan əgər istəsəz bu salxımı biraz da sıxlaşdıra bilərik. Daşların sayını artıra bilərik burada. Və həmçinin də bunların belə bir qolbağı var, bilərziyi var. Yenə də deyirəm, hər biri təbii mirvaridən işlənibdir, təbii mirvaridən düzəlibdir. Nisbətən müxtəlif ölçülüdür bunlar. Ortadakılar daha iri, kənara getdikcə daha xırda və uzunsov, həm də oval formada mirvarilər var. Burada 3 növ mirvaridən istifadə olunubdur. Yəni, əlinizdə bunu görə bilərsiniz. İnşallah. Yəni, çox gözəldir. Hər bir model çox gözəldir və yəni, əmək verərək, sevgimi qataraq düzəltmişəm. Alan üçün xeyirli olsun inşallah.